Azərbaycanda son statistikaya əsasən evliliklərin sayı azalıb. Sizcə buna səbəb nədir? Mən çətinlik çəkirəm ona cavab verməyə. İqtisadi vəziyyətimiz bilirsən nətərdir də. İstəyir cavanlar üçün, istəyir ağsaqqallar üçün. Ona görə mən nə bilim iqtisadçı deyiləm də. Buna mən dəqiq cavab verə biləm. Kişilərin ağzının sözünün güclü olmamağı. Yəni düz gəlmir, cavanlar bir-birini başa düşmür. Nəyə görə sizcə evlənmək istəmirlər? Həm də ki, bir çətinlikdir də indi. Bir-birlərini bəyənmirlər, yola getmirlər. Xasiyyətləri bir-birini tutmur bəlkə də. Məncə bunun səbəbi böyükləri dinləməmək, böyüklərə sayğısızlıq yapmaq. Ona görə də cavanlar başa düşmək istəmirlər böyükləri. Öz bildiklərinə gedirlər. Ona görə də evliliklər pozulur. Yəqin ki, maddiyyata görədir də. Evlənənlərin sayı azalıb, ola bilsin ki, gənclərin müasirliyi biraz təsir edə bilər. Yəni karyerasını daha da uzatmaq falan, bunlar təsir edə bilər. Qızların yuxarıdan çox getməyi, çox yuxarıdan gedirlər. Azərbaycan millətini bəyənmirlər, ancaq qırağı, türkü, ərəbi, yəni üzr istəyirəm dönə-dönə, ancaq onlar bəyənirlər. Bəs oğlanlar niyə evlənmir? Oğlanlar yəni ki, çoxsu maddiyyata görə, yəni ev-əzada görə, evi, işi və yaxud da nəsə. Qızlar ancaq onu istəyir. Gəlməmiş maşın axtarırlar, ev axtarırlar, yəni belə. Min dənə səbəbi var. Sayma ilə qurtarmaz. Dolanışıqları yoxdur cavanların. İş yerləri yoxdur cavanların, ona görə. Yenidən qurma prosesi gedir. Bu sadəcə bir keçid prosesidir. Bu keçid prosesi başa çatandan sonra nəticələr çox gözəl olacaq. Çünki hər bir kəs, hər bir insan öz enerjisinə uyğun insanlarla qarşılaşmış olacaq. Həmin bu perixod başa çatandan sonra. Bir nömrəli səbəb maddiyyatdır. Maddi durum zəifdir. Məncə onun səbəbi elədir ki, qızlar öz həyatlarını yaşamaq istəyir, oğlanlar öz həyatlarını yaşamaq istəyir. İşsizlik olar, başqa heç bir şey. Buna səbəb pulun olmamağı.